Hər bir insan doğulduğu andan müəyyən hüquq və azadlıqlara malikdir və bu hüquqların təmini isə həm dövlətin, həm də cəmiyyətin ümumi məsuliyyətidir. Bəs hazırki dünya nizamında, yəni həm regional, həm qlobal proseslər çərçivəsində bugün insan hüquqlarının təmini ilə bağlı hansı çağırışlar daha aktualdır, daha gündəmdədir? Elə bu kimi sualların daha çox səsləndiyi bu ayda, yəni insan hüquqları aylığına diqqət çəkəcəyik, hörmətli tamaşaçılar. Hər vaxtınız xeyir olsun. Aktual ekranda xoş gördük. Bəli, mövzumuzla dair təbii ki, studiyamızda qonaqlarımız var. Öncəliklə qonaqlarımızı təqdim edək. Qonaqlarımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq Siyasəti Komitəsinin sədr müavini, Ali Məclisin deputatı Əziz Qasımov. Əziz müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Və şərhçi Nuraynə Kərimova. Nuraynə xanım, xoş gördük. Bəli, girişdə də qeyd elədik, insan hüquqları aylığı. Əziz müəllim, elə mətləbdən başlayaq. Məlumdur ki, artıq ənənə halını alıbdır. İllərdə ölkəmizdə may ayının 18-dən iyun ayının 18-nə qədər insan hüquqları aylığı keçirilir. Bu maarifləndirici dövr ərzində belə deyək, insan hüquqlarının mahiyyəti, vətəndaşların hüquqları və vəzifələri, qanunun aliliyi, ədalət prinsipləri, yəni kimi hüquqa dair əsas təməl prinsiplər həm geniş məlumatlıq yaranır, təbliği və təşviqi aparılır. Təbii ki, maarifləndirici dövrdür. Əsas görüşlər, seminarlar, konferanslar maarifləndirmə meyarı üzərində qurulub. Amma bu əsas məqsəddir. Mahiyyət olaraq, xüsusi olaraq, təbii ki, təməldə alt başlıqlar var. Öncəliklə istərdim, məhz 18 iyun tarixinə biz diqqət çəkək. Bu tarixin təsis olunmasına, daha doğrusu bu təqvimin təsis olunmasının tarixinə diqqət çəkək və xüsusilə də bu aylığın mahiyyətinə. Çox sağ olun Kifayət xanım. İnsan hüquqları bəşəriyyət boyu insanların ən böyük maraq dairəsində olan hüquqlardan biri olmuşdur. Sözsüz ki, biz bu insan hüquqlarından danışarkən əlbəttə qədim tarixi dövrlərə gedirik. Həqiqətən çox qədimlərdən biz danışmaq zərurətində oluruq. Biz tarix kitablarında oxumuşuq, müxtəlif vaxtlarda, qədim dövrlərdə insanlar öz hüquqları uğrunda mübarizə aparmağa başlayıblar. Sözsüz ki, həmin dövr böyük bir mübarizələrdən keçibdir. Biz onun tarixi şəraitindən, insan hüquqlarının formalaşması, bugünkü dövrə, indiki biz danışdığımız müasir insan hüquqları ideyasından danışarkən müəyyən tarixə ekskursiya etməliyik. Sözsüz ki, bayaq da qeyd elədim, tarix kitablarında bizim yaxşı xatırladığımız, hətta qədim Roma imperiyasına qədər çıxan bir dövrü vardı. Biz qədim Roma imperiyasında oxumuşuq, həmin vaxtlarda patrislərlə, plebeylərlə arasında mübarizələr gedirdi və həmin mübarizənin özü bir növ elə insan hüquqları uğrunda mübarizə sayıla bilərdi. Biz daha sonra gəlirik 1200-cü illərə, insan hüquqlarına dair ilk yazılı sənəd təsbit olunur, müəyyənləşdirilir. İngiltərədə Magna Carta, Böyük Azadlıqlar Xartiyası qəbul olunur və bundan sonraki dövrdə üzərindən 500 ilə yaxın bir vaxt gedir. Fransada burjuwa inqilabı başlayır. Fransa burjuwa inqilabının olduğu vaxtlarda insan hüquqlarına dair insan hüquqları və azadlıqları haqqında bəyannamə qəbul olunur. Hansı ki, insan hüquqları və azadlıqları haqqında bəyannaməni hazırlayan, onun ideyasını sürən şəxslər müasir insan hüquqları ideyasının təməlini qoyan şəxslər olublar. Və elə həmin dövrlərdə ilkin insan hüquqları ideyası yaranmağa başlayıbdır. Və həmin dövrün mütəfəkkirləri öz əsərlərində ilk dəfə olaraq insanların ayrılmaz, bölünməz hüquqlarının olduğunu qeyd ediblər və həmin o ideyalar bugünkü insan hüquqları bəyannamələrində, sənədlərdə, konvensiyalarda öz əksini tapıbdır. Biz 1215-ci ildən danışırıq, 1789-cu ildən danışırıq, gəlirik irəli 1900-cü illərə, dünya iki müharibə görübdür. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, milyonlarla insanların hüquqları pozulubdur. Ən ümdə hüququ olan yaşamaq hüququ pozulubdur. Həmin o hüquqların pozulması nəticəsində cəmiyyətin buna, dünya birliyinin buna bir reaksiyası olmalıydı. Biz sözsüz ki, danışırıq, əsas vurğuladığımız, hər zaman istinad etdiyimiz mənbələrdən biri olan Ümumdünya İnsan Hüquqları bəyannaməsindən danışırıq. İkinci Dünya müharibəsindən sonra 1948-ci ilin dekabrın 10-da Ümumdünya İnsan Hüquqları bəyannaməsinin qəbul olunması özü tarixi bir hadisə olmuşdu. Və sözsüz ki, həmin sənəddə ilk dəfə olaraq insanların
heç bir ayrı-seçkilik olmadan, irqindən, dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq sahib olduğu əsas hüquqlarının olduğu qeyd olunurdu. Və daha sonraki dövrdə Avropa İnsan Hüquqları Konvensiyasının qəbul olunması, ayrıca insan hüquqlarının müxtəlif kateqoriya şəxslərin hüquqları, müxtəlif hüquqlar üzrə konvensiyaların qəbul olunması, xüsusilə onlar içərisində biz mülki və siyasi hüquqlar haqqında paktın, iqtisadi, sosial, mədəni hüquqlar haqqında paktın qəbul olunmasını böyük bir tarixi hadisə adlandıra bilərik. Və eyni zamanda biz ölkəmizdən danışırıq. Bugün ölkəmizdə 18 iyun İnsan Hüquqları Günü kimi qeyd olunur. Müxtəlif vaxtlarda ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair dövlət proqramları qəbul olunubdur. Və ilk dövlət proqramının 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təşəbbüsün irəli sürülməsi, qəbul olunması və həmin günün daha sonralar 2007-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən hər ilin iyunun 18-i dövlət proqramının qəbul olunduğu tarix Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunması xüsusi əhəmiyyətə malikdir. Təkcə 1998-ci ildə qəbul olunan dövlət proqramı deyil, ondan sonraki vaxtlarda bir neçə dəfə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair dövlət proqramları, milli strategiyalar hazırlanıb qəbul olunmuşdur. Bundan yanaşı ayrı-ayrı fərdlərin, qrupların hüquqlarının müdafiəsi ölkəmizin qarşısında durduğu əsas prioritet istiqamətlərdən biri hesab oluna bilər. Və sözsüz ki, son vaxtlar Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə müvəkkil Ombudsman aparatı tərəfindən İnsan Hüquqları aylığı çağırışı elan olunubdur. Bütün dövlət qurumları, müəssisələr, təşkilatlar, qeyri-hökumət təşkilatları bu çağırışa qoşulublar və məqsəd aydındır, məqsəd hamımıza bəllidir ki, insan hüquqları təkcə hüquqşünasların işi deyil və bu hər birimizin hüququdur. Bu sayədə maarifləndirmə işinin aparılması, həyata keçirilməsi olduqca əhəmiyyətlidir və düşünürük ki, insan hüquqları aylığında həyata keçirilən bu təşəbbüslər, layihələr insanların öz hüquqları uğrunda, öz hüquqları üçün daha maariflənməli və eyni zamanda onların realizasiyası üçün müəyyən biliklərə malik olmalılar. Və düşünürəm ki, bu cür kampaniyaların həyata keçirilməsi, təşəbbüslərin həyata keçirilməsi insanların öz hüquqlarını bilməsi və eyni zamanda demokratik cəmiyyət üçün olduqca vacib şərtlərdən biri hesab oluna bilər. Əziz müəllim, siz tarixi keçmişdən məhz bu günə insan hüquqlarının təməl prinsiplərinin formalaşması istiqamətində o təkan verəcək təqvimləri xüsusi vurğuladınız. Burada bugün aylıq çərçivəsində xüsusi olaraq qeyd etdiniz ki, bəli, hüquqi düşüncə, belə deyək, hüquqi mədəniyyətin formalaşması və inkişafının təkan verilməsi istiqamətində maarifləndirmə tədbirlərinə xüsusi diqqət çəkilir və qeyd elədiniz ki, həm dövlət təşkilatları, həm vətəndaş cəmiyyətləri, həm vətəndaşlar bu prosesdə aktiv iştirak edirlər. Bu baxımdan deyə bilərik ki, bu sadəcə bir maarifləndirici dövr deyil, həm də elə məhz bu üç qrupun birgə fikir dialoqunun platformasından yarandığı, həm də ictimai bir təşəbbüsdür ki, artıq xüsusilə bu aylıq çərçivəsində müxtəlif istiqamətlərdə mövzular qolunur, müzakirələr aparılır və yeni təkliflər də səsləndirilir. Nuranə xanım, məhz Əziz müəllim fikrində həm də onu qeyd elədi ki, hüquqi dövlət və belə deyək, vətəndaş cəmiyyətinin təməl prinsipləri, təbliği, bu prinsiplərin təbliği, təşviqi, yəni məlumatlılığın artırılması istiqaməti əsas xətt olaraq məqsəd olur, aylıq çərçivəsində götürülübdür. Bu təməl prinsiplər deyəndə xüsusilə nələr nəzərdə tutulur? Əvvəlcə qeyd etmək istəyirəm ki, biz artıq bir neçə ildir ki, daha doğrusu 2007-ci ildən bəridir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil Ombudsman təsisatı tərəfindən ənənəvi olaraq İnsan Hüquqları Günü, yəni 18 iyun tarixi ərəfəsində 18 may, 18 iyun tarixlərində insan hüquqları aylığı elan olunur və bu aylığın elan olunması, ümumilikdə desək, insan hüquqları gününün təsis olunması doğrudan da çox əlamətdar və tarixi hadisədir və düşünürəm ki, belə bir əlamətdar günün olması insan hüquqlarına verilən dəyərin təzahürüdür. Və ölkəmizdə doğrudan da insan hüquqlarına çox önəm verilir və bunun ilk başlanğıcı Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əziz müəllim də qeyd etdiyi kimi 1998-ci ildə 18 iyun tarixində dövlət proqramı qəbul olunmuş və bu dövlət proqramının qəbul olunması əslində təsadüfi hadisə olmamışdır. Çünki 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 50 illik yubileyi ilə əlaqədar olaraq Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə belə bir proqram qəbul olunmuş və Azərbaycanda insan hüquqlarına dəyərin göstəricisi kimi qiymətləndirilmişdir.
Və onu da qeyd edim ki, artıq ənənə halını alan bu aylıq çərçivəsində tədbirlərin görülməsi heç də təsadüfi deyil. Belə ki, bunun unikallığı bir də ondan ibarətdir ki, bu çağırışa təkcə şəxslər deyil, hüquq sahəsinin mütəxəssisləri deyil, eyni zamanda bütün dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, bələdiyyələr, təhsil, mədəniyyət, səhiyyə müəssisələri, sosial xidmət, cəza çəkmə müəssisələri və digərləri qoşulmaqla aylığın əhəmiyyətini, aylığın məqsədinə nail olunmağı daha da asanlaşdırırlar. Və görülən tədbirlər insan hüquqları sahəsində işlərin daha da genişləndirilməsinə, təbliğat və təşviqat işlərinin aparılmasına köməklik göstərir. Və insan hüquqları aylığının qeyd olunması bu həm də hüquqi dövlət və vətəndaş cəmiyyəti institutunun formalaşmasında, daha doğrusu inkişaf edilməsində çox mühüm məsələlərdən biridir. Bilirik ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və vətəndaş cəmiyyətinə əsaslanır. Bütün bunların fonunda isə vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşmasında mühüm prinsiplər vardır. Və bu prinsiplərdən biri ondan ibarətdir ki, qanunun aliliyi. Hər kəs qanun qarşısında bərabərdir. Bu demək deyil ki, hər kəs deyəndə şəxslərdən söhbət gedir. Burada həm də dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, bələdiyyələr və digər orqanlar da nəzərdə tutulur. Bundan başqa insan hüquqlarının ali məqsəd olmasının nəzərdə tutulması mühüm prinsiplərdən biridir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində göstərilir ki, dövlətin ali məqsədi həm də insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasıdır. Bu fonda çıxış etsək, həm də onu diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının böyük bir hissəsi, demək olar ki, 1/3 hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Və bu onun göstəricisi hesab oluna bilər ki, Azərbaycan Respublikasında insan hüquqlarına önəm verilməsi dövlətin elə ali məqsədinin ən başlıca meyarlarından biridir. Ayrı-seçkiliyə yol verilməməsi, bu da əsas vətəndaş cəmiyyətinin prinsiplərindən hesab olunur. Çünki irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, sosial vəziyyətindən, əmlak vəziyyətindən və digər məsələlərdən asılı olmayaraq hər kəsin hüquq bərabərliyi təmin olunur. Yəni, burada kiməsə güzəşt edilməsi, yaxud da güzəşt edilməsindən imtina edilməsi hallarına yol verilmir. İctimai iştirakçılıq və dövlətin, cəmiyyətin siyasi, eyni zamanda idarə etməsində iştirak etməkdə bu prinsiplərin sırasındadır. Belə ki, hər kəs qanunla müəyyən olunmuş qaydada və həddə dövlətin və cəmiyyətin idarə olunmasında iştirak etmək hüququna malikdir. Bir də inklüzivlik və əlçatanlıq məsələsi də vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas prinsiplərindən hesab olunur. Onu əvvəlcə qeyd edeyim ki, İnsan Hüquqları üzrə Müvəkkil, yəni Ombudsman təsisatının əsas vəzifələrindən biri də əhalinin həssas qrupları ilə işləməkdir. Əhalinin həssas qrupları dedikdə isə şəhid ailələri, müharibə iştirakçıları, mina qurbanları, əlilliyi olan şəxslər, uşaqlar, qadınlar, yaşlılar, eyni zamanda hərbiçilər əhalinin həssas qruplarıdır və Ombudsman təsisatı bu həssas təbəqə ilə daha çox işləyir və onların hüquqlarının təmin olunmasını həyata keçirirlər. Və bu aylığın təşkil olunması düşünürəm ki, ölkəmizdə insan hüquqlarının təbliğində, təşviqində çox mühüm rol oynayır və uzun illərdən bəridir ki, mütəmadi olaraq bununla bağlı maarifləndirici tədbirlər keçirilir, materiallar hazırlanır, insanlara təqdim olunur. Və bu sahədə görülən işlər təkcə ölkəmizdə deyil, artıq beynəlxalq səviyyədə də müzakirə olunacaq vəziyyətdədir. Təşəkkür edirik Nuraniyə xanım. Siz vurğuladınız xüsusilə aylıq çərçivəsində görülən işləri, həmçinin hansı ki xüsusi təməl prinsiplər var ki, onlara xüsusi diqqət çəkilir və bu az əvvəl əzməlində qeyd elədi. Məsələ dövlət qurumları, vətəndaş cəmiyyətləri, vətəndaşlar arasında maarifləndirici dövr ərzində görülən sıx təmaslar əslində bu dialoqu da gücləndirir. Və hansı ki demokratik dəyərləri vurğuladı əzməlim, əslində bir xalqa, belə deyək, bu dəyərlər biz 98-ci ildə qeyd elədik ki, məhz ilk dövlət proqramının qəbul olunması ilə biz artıq rəsmi statusunu aldı. Ancaq bu dəyərlər bizə tarixi kökdən gəlir.
Biz xatırlasaq 1918-ci 28 may Azərbaycan Xalq Cümhuriyyəti cənab prezident vurğulayır. Müstəqil Azərbaycan Respublikası məhz Xalq Cümhuriyyətinin varisidir və o demokratik ənənələri yaşadır. Hansı ki, məsələn, insan hüquqları az əvvəl siz qeyd elədiniz, xüsusilə dini ayrı-seçkiliyin qoyulması, ayrı-seçkiliyin qoyulmaması, hansı ki, multikultural dəyərlərdir. Bugün də ölkəmizdə geniş şəkildə inkişaf elətdirilir. Məsələn, sosial həssas qruplara olan diqqət, elə qadın hüquqları da bu çərçivədə xüsusilə vurğulaya bilərik ki, məsələn, Şərqdə qadına ilk səs vermə hüququnu da, seçilmə hüququnu da Azərbaycan xalqı hətta 108 il bundan əvvəl bütün bəşəriyyətə o mütərəqqi ideyaları səsləndirdi. Yəni bu bizim kökümüzdən gəlir. Ancaq reallıqdır ki, bugünkü dünya nizamında yeni regional və qlobal proseslər çərçivəsində çağırışlar da dəyişir. Bəzi artıq yeni gündəmə gələn aktual mövzular da olur ki, insan hüquqlarına dair. Açıq etiraf edək ki, bugünkü müharibələr dövründə, post-münaqişələr dövründə, iqlim dəyişiklikləri dövründə, miqrasiya dövründə insan hüquqlarının gücləndirilməsi prosesində dövlətlərin qarşısında da çətin suallar yaranır. Çünki qeyd elədiyimiz kimi yeni çağırışlar var. Evet. Bax, bu çağırışlar məsələsinə xüsusi diqqət çəkmək istərdik. Bugün gündəmdə duran insan hüquqlarının təmini ilə bağlı aktual o çağırışlar nələrdir? Bəli, çox düzgün vurulursunuz Kifayət xanım. Yeni dünya nizamında insan hüquqlarının qorunması, müdafiəsi istiqamətində yeni çağırışlar müəyyənləşib də artıq yeni müddəalar qəbul olunmalıdır insan hüquqlarının təmin olunması ilə bağlı. Biz sözsüz ki, bunu bir neçə istiqamətdə qeyd edə bilərik və biz onu deyə bilmərik ki, bu gün insan hüquqlarının müdafiəsi sahəsində yeni dünya çağırışları sayı nə qədərdir? Bunun sayı əslində çoxdur. Biz onlardan bir neçəsini sadəcə qruplaşdıra bilərik. Birincisi, bu gün bəşəriyyətin ən böyük bəlalarından biri və hal-hazırda da davam edən müxtəlif müharibələr və yeni silahlı münaqişələr ocaqlarının hazırda da mövcud olmasıdır. Həmin müharibələrdə, silahlı münaqişələrdə mülki insanların həlak olması, onların ən ümdə hüququ olan yaşamaq hüququnun pozulması insan hüquqları qarşısında ən böyük çağırışlardan biri düşünürəm ki, hesab olunmalıdır, öz fikrimdir. Və bununla yanaşı insan hüquqlarından biz danışırıq müharibələrdə yaşamaq hüququnun pozulması. Yaşamaq hüququnun pozulması bütün digər hüquqlarının pozulması deməkdir. Sadəcə yaşamaq hüququnun digər hüquqların təməli sayılır və o olmadıqdan sonra biz hər hansı bir digər hüquqların təmin olunmasından söhbət eləyə bilmərik. Bəli. Bununla yanaşı artıq yeni mühitdə, rəqəmsal transformasiyaya keçid elədiyimiz bu mühitdə fərdi məlumatların qorunması, şəxsi məlumatların qorunması, insanların şəxsi toxunulmazlığının təmin olunması insan hüquqları qorunması sahəsində ən mühüm çağırışlardan biri hesab oluna bilər. Düzdür, bu gün müxtəlif qanunlar qəbul olunur, beynəlxalq konvensiyalar vardır və ölkəmizdə də bunun məntiqi davamı olaraq daxili normativ sənədlər qəbul olunur. Müxtəlif dövlət proqramları bu sahədə də, strategiyalar mövcuddur. Biz bu yaxınlarda ölkəmizdə süni intellekt strategiyasının qəbul olunduğunu gördük və həmin sənəddə artıq Azərbaycanın həmin proseslərə, rəqəmsal transformasiya dövründə olan çağırışlara hansı reaksiya verəcəyimizi, onunla yanaşı həmin məsələlərə necə münasibət bildirəcəyimiz həmin sənəddə konkret öz əksini tapıbdır. Və biz düşünürük ki, bununla yanaşı iqlim dəyişikliyinin insan hüquqlarına geniş təsiri olacaqdır. İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması da ən vacib məsələlərdən düşünürəm ki, biridir. Və iqlim dəyişikliyi, müharibələr, rəqəmsal transformasiya, süni intellektin normal qaydada tətbiq olunması, hüquqi, qanuna uyğun şəkildə tətbiq olunması bu gün insan hüquqları ideyasının təmin olunmasında, insan hüquqlarının qorunmasında ən vacib məsələlərdən biri düşünürəm ki, olmalıdır. Nurayna xanım qeyd elədi, inklüzivlik məsələsi hər zaman vacib məsələlərdə həssas bir çağırışdır, bəli. Həssas bir çağırışdır sizin də vurguladığınız kimi. Bunu biz xüsusilə qeyd eləməliyik ki, bu gün inklüzivlik sahəsində həmin həssas qrupdan olan, müəyyən kateqoriyaya daxil olan şəxslərin hüquqlarının qorunması, təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir. Yeni dövlət proqramları, yeni qanunlar qəbul olunur, onların tətbiqi, realizasiyası üçün müəyyən imkanlar yaradılır. Və düşünürəm ki, yeni çağırışlar fonunda insan hüquqlarının təmin olunması istiqamətində geniş imkanlar mövcuddur. Biz bunu xüsusilə də bayaq da qeyd elədiyim kimi rəqəmsal transformasiya dövründə xüsusilə qeyd etməliyik. Ən vacib məsələlərin şəxsi toxunulmazlıq hüququ bu
bu gün insanların düşündüyü ən vacib məsələlərdən biridir. Bu gün hər birimiz müxtəlif rəqəmsal vasitələrdən istifadə edirik. Şəxsi məlumatlarımız internetdə yerləşdirilir. Bütün məlumatlarımız artıq demək olar ki, yerləşdirilib. Hər bir şəxs smartfon telefonlardan istifadə edir, gündəlik kompüterlərdən istifadə edir və bu sahədə də maarifləndirmə işinin aparılması olduqca düşünürəm ki, vacibdir və eyni zamanda artıq insan hüquqlarına qarşı müəyyən təhdidlər artıq yaranıbdır. Rəqəmsal cinayətlər artıq formalaşıbdır. Biz yəqin ki, bundan 15 il, 20 il öncə biz rəqəmsal cinayətlərdən danışmırdıq. İnsan hüquqlarının pozulması sayəsində biz başqa trend mövzular var idi. Ancaq bu gün həmin o trendlər də dəyişilibdir. Bu gün insanlar şəxsi məlumatlarını, bank hesablarını müəyyən cinayətkarlar tərəfindən ələ keçirilməsinin biz şahidi oluruq. Sadəcə həmin o cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində ciddi tədbirlərin aparılması, onların cəzalandırılması mexanizminin formalaşdırılması olduqca vacib amillərdən biridir. Və xüsusilə indiki bir dövrdə süni intellektin inkişaf elədiyi bir dövrdə cinayətkarı tapmağın mümkün olmadığı, cinayətkarın hər hansı bir süni intellektin olduğu bir dövrdə, hər hansı bir şəxs tərəfindən cinayətin törədilmədiyi, yəni canlı şəxsdən biz söhbət edirik, olan bir dövrdə insan hüquqlarının qorunması istiqamətində düşünürəm ki, ciddi addımlar atılmalıdır. Və bu gün insanlara qarşı elə cinayətlər törədilə bilir ki, bilərkidən biz artıq danışmıyoruz. Bu faktiki olaraq hal-hazırda həmin cinayətlər törədilir və o cinayətlərin törədən şəxslərin kimliyi məlum deyil, onlar insanlar təbii ki deyil və onların cəzalandırılması istiqamətində bu gün müxtəlif konvensiyalarda artıq müəyyənləşdiribdir, onların hüquqi statusu müəyyənləşdirilibdir və düşünürük ki, qısa bir müddət ərzində insan hüquqlarına dair qanunvericilik də müasir dövrün çağırışlarına cavab verəcəkdir və həmin istiqamətdə müəyyən işlər aparılacaqdır və insan hüquqları aylığının da elə mahiyyəti də bundan ibarətdir. Mən düşünürəm, yeni dövrün çağırışlarına, yeni dövrün baş verən cinayətləri, insanlığa qarşı olan cinayətləri şəxslərin, insanların məlumatlılığının artırılmasında olduqca böyük əhəmiyyətə malikdir. Bəli, xüsusilə bu maarifləndirici dövrdə qeyd elədiniz, müxtəlif istiqamətlər üzrə müzakirələr aparılır. Az əvvəl vurğuladınız ki, məhz yaşama hüququ əlindən alınırsa, artıq digər hüquqlardan söhbət belə gedə bilməz. Bilirik ki, 2026-cı il ölkəmizdə şəhərsalma və memarlıq ilidir və bu il çərçivəsində xüsusilə təhlükəsiz, sağlam və inklüziv yaşayış şəraitlərinin təmin olunması da dövlət siyasətində əsas istiqamətlər, əsas çağırışlardan biridir. Uzaq bir zaman deyil, yaxın təqvimdə məhz ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etdi və buradan yola çıxaraq deyə bilərik ki, bu belə deyək, çağırışların öz yerini tapması da stabil, təhlükəsiz ölkələrdə olur ki, bugün Azərbaycan dünyaya və sülh və sabitliyi çağırışını edən, onun belə deyək, baza prinsiplərini, missiyasını, sənədini, bəyannaməsini, yəni bütün istiqamətlərdə olan hüquqi sənədlərə doğru çağırışların təməl prinsiplərini özündə əks etdirən nümunəvi bir model təşkil edir. Bilirik ki, biz Ermənistanla uzun müddət münaqişə dövründə olmuşuq, qalibiyyətimizdən sonra ilk sülh təklif edən dövlət də biz olmuşuq. Yəni bunların fonunda Azərbaycan həm də insan hüquqlarına xüsusi dəyər verir. Qeyd elədiyiniz dövlət siyasətində əsas təməl prioritetlərimizdən biridir. Nurayna xanım, Əziz müəllim əhatəli şəkildə məlumatları vurğuladı. İstərdim xüsusilə Əziz müəllimin sonunda qeyd elədiyi bir istiqamətə diqqət çəkək. Süni intellektlə bağlı vurğuladı ki, məhz bugünkü dövrdə əsas çağırışlarda yer alır. Hətta məlumatda səhv eləmirəmsə oxumuşdum, belə bir şey qeyd olunmuşdu ki, bu aylıq çərçivəsində sonda 17-18 iyun tarixində məhz Bakıda insan hüquqları, süni intellekt dövründə insan hüquqları, yəni risklər, belə deyək, məsuliyyətlər, yarana biləcək yeni imkanlara dair Bakı sammitinin keçirilməsi də gözlənilir. Elə buradan yola çıxaraq deyə bilərikmi, hazırki bu texnologiyanın inkişafı insan hüquqlarının qorunmasına və yaxud da onun pozulmasına necə bir təsir edir? Əziz müəllim istiqamətləri verdi, amma daha genişləndirsək, konkret faktları necə qeyd edə bilərik? Bəli, bu il 18-19 iyun tarixlərində Bakıda Bakı sammitinin keçirilməsi nəzərdə tutulur. Bu, süni intellektdə insan hüquqları, imkanlar, risklər və məsuliyyət mövzusunda olacaqdır. Eyni zamanda sammitin sonunda Bakı bəyannaməsinin qəbul edilməsi də planlaşdırılır. Və düşünsək ki, artıq rəqəmsal dövrdə yaşayırıq və bu dövrdə insan hüquqları çox şaxələnmiş bir vəziyyətdədir. Yəni, insan hüquqları müxtəlif istiqamətlərə bölünübdür. Bunlardan biri də rəqəmsal hüquqlar, süni intellektdə insan hüquqları məsələsidir.
Təbii ki, bu gün həyatımızın bütün sahələrində artıq rəqəmsal vasitələrdən, onların təsirlərindən yararlanırıq. Bu gün biz onların təsirlərindən yararlanarkən həm müsbət mənada, həm də mənfi mənada yararlanırıq. Öncə qeyd edeyim ki, rəqəmsal texnologiyaların inkişafı sahəsində ölkədə bir sıra tədbirlər görülməkdədir. Çünki rəqəmsal texnologiyaların inkişafı ölkədə kadrların, mütəxəssislərin hazırlanmasına ehtiyac yaratmışdır. İstifadəçilərin bununla bağlı məlumatlılığının olmasına imkan yaratmışdır. Yəni istifadəçilər bilməlidirlər rəqəmsal texnologiyalardan, süni intellektdən istifadə edərkən onların hüquqları hansı şəkildə qorunur, yaxud da hüquqları pozulurmu? Bütün bunlar üçün düşünürəm ki, artıq tədbirlər görülür və görülməkdədir. Bundan əlavə, sizin də qeyd etdiyiniz kimi, rəqəmsal texnologiyaların, süni intellektin həm insan hüquqlarının müdafiəsinə, həm də pozulmasına yönəlmiş faktlarla rastlaşırıq. Əvvəlcə mən insan hüquqlarının müdafiəsi ilə bağlı məqamlara diqqət çəkmək istəyirəm. Belə ki, məsələn, məlumatlardan istifadə etmə azadlığı kimi bir istiqaməti vardır. Məsəl üçün, hər kəs istədiyi məlumatı qanuni yolla almaq, əldə etmək, ötürmək, yaymaq azadlığı vardır və bu gün sosial şəbəkələr, internet informasiya resursları, istər süni intellekt olsun, buna çox güclü şəkildə imkan yaradır. Hər kəs istədiyi vaxt, istədiyi məlumatı əldə edə bilir, bunu qanuni şəkildə əldə edə bilir. Bu, süni intellektin, rəqəmsal texnologiyaların verdiyi müsbət tərəflərdən biridir. Və ikinci bir tərəf, insan hüquqlarının pozulması zamanı sənədləşdirmə və faktların, sübutların toplanması məsələsidir. Belə ki, hər hansısa bir şəxsin hüquq pozuntusuna məruz qaldığı hallarda istənilən vəziyyətdə çəkilmiş fotolar, səs yazıları, video çəkilişlər sübut kimi onun lehinə istifadə olunur. Bu da müsbət keyfiyyətlərdəndir. Və insanlar öz yaradıcılıqlarını həyata keçirərkən müasir dövrdə artıq sosial şəbəkələrdə və digər internet resurslarında özlərinə uyğun təbəqələşmə formalaşdıra bilərlər. Öz əhatə dairələrini yığa bilirlər, öz fikirlərini rahat şəkildə ifadə edə bilirlər. Bu da təbii ki, müsbət tərəflərdəndir. Bayaq qeyd etdiyim tərəflərin müsbət olmağı ilə yanaşı, bəzən hüquq pozuntusuna da rast gəlirik. Məsələn, istənilən məlumatı yaymaq azadlığı vardır və bu dezinformasiyanın yayılmasına, həm şəxslərin toxunulmazlığına səbəb ola bilir, eyni zamanda dövlətə qarşı cinayətlərin baş verməsinə səbəb ola bilir. Buna görə də bunun qarşısının alınması əslində labüd məsələlərdən biridir. Eyni zamanda rəqəmsal ayrı-seçkiliyin olması hallarına da rast gəlinir. Bu, insan hüquqlarının pozulmasına şərait yaradan amillərdən biridir. Bu daha çox texnologiyalardan istifadə etməklə kadrların seçilməsi, yaxud da bank əməliyyatlarının həyata keçirilməsi zamanı baş verir ki, hər hansısa bir nüansı orada yerləşdirirlər. İstənilən məlumatlar əsasında şəxslərin kadr olaraq seçilməsi, yaxud da ki, bank əməliyyatlarının aparılması kimi məsələlərdə artıq ayrı-seçkilik kimi hallara rast gəlinir. Dezinformasiya məsələsini qeyd etdim. Bu hal həm də ki, insanların şəxsi toxunulmazlığı məsələsi ilə də gündəmə gəlir. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində də göstərilir ki, heç kəs onun icazəsi olmadan foto çəkilişinə, video yazısına, səs yazısına məruz qalına bilməz, izlənilə bilməz. Halbuki bugün süni intellekt, rəqəmsal texnologiyalar buna çox rahatlıqla imkan yaradır. Bunların qanunla tənzimlənməsi halları labüddür və düşünürəm ki, yaxın zamanda bununla əlaqədar artıq hüquqi bazanın formalaşdırılması istiqamətində yetərli işlər görüləcəkdir. Bunlardan biri də artıq strategiyanın hazırlanmasıdır ki, strategiya hazırlanıbdır 2025-2028-ci illər. Süni intellekt strategiyasıdır və burada olan əsas məsələlərdən biri də etik dəyərlər çərçivəsində süni intellektdən, rəqəmsal texnologiyalardan istifadə olunması, eyni zamanda burada süni intellekt və rəqəmsal texnologiyalarla bağlı demək olar ki, çox geniş məsələlər öz əksini tapmışdır. Mən qısa şəkildə nəzər salmaq istədim. Burada həm də bununla bağlı hüquqi bazanın formalaşdırılması da nəzərdə tutulmuşdur. Nurani xanım, siz bir məqamı vurğuladınız, istiqamətləri qeyd edəndə, əziz müəllim, ona diqqət çəkmək istərdim. Burada həm ictimai maraqları qeyd elədi Nurani xanım, o kateqoriyaları sadalayanda, müsbət və mənfi tərəfləri, həm milli təhlükəsizlik aspekti var içində, həm də belə deyək, insan hüquqları var içində. Bu dövlətləri texnologiyanın inkişafı əslində biraz çətin vəziyyətə salır. Bax, bu balans necə qorunmalıdır?
Ümumiyyətlə bu istiqamətdə ölkəmizdə artıq ilkin hüquqi baza formalaşır və hazırda hansı mərhələdədir? Bəli, Nuraynə xanım da vurğuladı. Mən də bundan əvvəlki sualımda yeni dövlət proqramlarının qəbul olunması, strategiyanın qəbul olunması hissəsini bildirdim. Və düzdür, insan hüquqları ilə əvvəlki insan hüquqları tətbiq olunması, realizasiya ilə indiki dövrdə insan hüquqlarının təmin olunması arasında müəyyən mənada həmin balansın həyata keçirilməsi üçün sizin də vurğuladığınız kimi müəyyən işlər həyata keçirilməlidir, qanunvericilik layihələri hazırlanmalıdır. Və bu gün insan hüquqlarının təmin olunması istiqamətində biz əsasən insan hüquqlarının pozulmasının şahidini bayaqdan danışdığımız kiber təhlükəsizlik məsələləri, rəqəmsal transformasiya məsələləri və eyni zamanda süni intellekt məsələlərindən danışırıq ki, müasir dövrdə insan hüquqlarının pozulması əsasən bu hallarda mümkün olur. Daha sürətli baş verir. Bəli, digər bir hallarda artıq ənənəvi xarakteri alıbdır. Bununla bağlı müəyyən qanunvericilik bazaları hazırlanıbdır, qəbul olunubdur, daxili normativ hüquqi aktlar mövcuddur və eyni zamanda insan hüquqlarının təmin olunması istiqamətində müəyyən orqanlar mövcuddur. Və xüsusilə mən bu diqqəti orqanlar hissəsinə çəkmək istəyirəm. Bu gün ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində milli məhkəmələr fəaliyyət göstərir. Hər bir şəxs öz hüquqlarının qorunması istiqamətində məhkəmələrə müraciət edə bilər. Üç instansiya məhkəməsində öz hüquqlarını təmin edə bilər və eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasını biz qeyd edirik. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını qəbul edibdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını ölkəmiz icra eləyir və bununla yanaşı ölkəmizdə əsas institutlardan biri olan insan hüquqlarının müdafiəsi sahəsində bayaqdan adını çəkdiyimiz İnsan Hüquqları üzrə Müvəkkil Ombudsman aparatını qeyd etmək olar ki, insan hüquqlarının pozulması hallarında insanların müraciət etdiyi əsas orqanlardan biri hesab olunur. Və bu gün biz eyni zamanda bu yaxınlarda yeni bir dövlət orqanının yaranmasının şahidi olduqdur. Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılması bizim vurğuladığımız hansı ki müəyyən boşluqların mövcud olduğu, rəqəmsal cinayətlərin formalaşdığı belə bir dövrdə belə bir dövlət qurumunun yaranmasına ciddi ehtiyac var idi. Və bu gün ölkəmizdə sizin də dediyiniz sözü ona çəkmək istəyirəm. Sizin hansı işlər hansı mərhələdədir? Bu gün Azərbaycanda həmin işlər müəyyən hazırlıq mərhələsindədir ki, hansı ki dövlət proqramı qəbul olunur, əhalinin məlumatlandırılması əsas vacib məsələlər. Bu istiqamətdə addımlar atılır, yeni qurumlar formalaşdırılır, strategiyalar müəyyənləşdirilir və bu gün ölkəmizdə rəqəmsal transformasiya dövrünü keçirik. Bu gün hər birimizin müəyyənləşdirdiyi, müxtəlif vaxtlarda istifadə etdiyi dövlət orqanlarının müxtəlif aplikasiyalarından, mobil tətbiqlərindən istifadə edilir. Fərdi məlumatlar, şəxsi məlumatlarımız artıq əl imzası demək olar ki, istifadə olunmur. Biz bütün vasitələrdə elektron imzalardan istifadə edirik və bu sahədə məlumatlılığın artırılmasına ciddi ehtiyac vardır. Və bu gün biz hər birimiz, ölkəmiz, xalqımız bu mənada maariflənmə mərhələsindən düşünürəm ki, uğurla keçməkdədir və ən birinci, ən vacib məsələlərdən biri də elə düşünürəm ki, budur. Bu sahədə maarifləndirmə işləri nə qədər aparılsa, bir o qədər də gələcəkdə bizim üçün xeyri olacaqdır. Bəlkə də biz son 2-3 ildə bu sahədə nə qədər maarifləndirmə işlərində şahidi olmuşuq, onlarda iştirak eləmişik və düşünürəm ki, əhalinin rəqəmsal savadlılığı artıq müəyyən dərəcədə inkişaf edibdir və bu sahədə müəyyən məlumatlar əldə ediblər və bu balansın aparılması, balansın qorunması istiqamətində düşünürəm ki, ardıcıl tədbirlər yeni də olacaqdır və yeni dövlət proqramları, yeni strategiyalar qəbul olunacaqdır. Əslində istiqamət bizim üçün aydındır, istiqamət bizim üçün aydındır. Biz süni intellektdən istifadə etməliyik, onsuz qala bilmərik. Biz birmənalı olaraq bunu imtina eləyə bilmərik ki, biz bunu alətlərdən, rəqəmsal alətlərdən, süni intellekt alətlərindən istifadə eləmirik və bunun qanuni yollarından, qanuni istifadə etməyi bacarmalıyıq. Bundan qanunsuz istifadə halları əlbəttə mümkündür, hansı ki, bugün baş verən cinayətlər məhz onun nəticəsində olur. Və düşünürəm ki, bu sahədə süni intellektin düzgün tətbiq olunmasını, düzgün işlədilməsini biz geniş mənada təbliğini aparmalıyıq və bu sahədə hər bir kəs öz rəqəmsal biliklərini artırmalıdır.
Əziz müəllim, siz ilkin mərhələdə olduğumuzu vurğuladınız. Biz diqqət çəkək, fevral ayında ölkəmizdə yeni rəqəmsal arxitekturasına dair vahid fəaliyyət planında Cənab Prezident elə xüsusi tapşırıq verdi ki, nazirliklərdə rəqəmsallaşma sahəsi ilə bağlı, müəllimə də vurğuladı, kadr potensialının formalaşması, ayrıca bir ştat ayrılsın. Yəni, birbaşa dövlət başçısının nəzarətindədir və bütün bu proseslərdə də insan hüquqlarının qorunması dövlətin əsas istiqamətlərindən biridir. Elə ötən gün 4-cü Milli Kiber Təhlükəsizlik Forumu keçirilir ölkəmizdə. Yəni, ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Bu aylıq çərçivəsində də yeni çağırışlar diqqətdə saxlanılır. Təşəkkür edirik, əziz müəllim, məhz Nuraynə xanım. Düşünürəm ki, bu yaxın bir saat ərzində məhz insan hüquqları aylığı çərçivəsində toxunulan mövzular, qeyd olunan çağırışlar istiqamətində maraqlı fikirlər səsləndirildi. Bəli, hörmətli tamaşaçılar, bugünkü buraxılışımızda biz insan hüquqları aylığı çərçivəsində qeyd olunan istiqamətlər ətrafında fikir mübadiləsi aparıldı. Ümumiyyətlə, insan hüquqları ilə bağlı qısa olaraq sonda o fikri qeyd edə bilərik ki, 1948-ci ildə insan hüquqları bəyannaməsində bütün insanların doğuşdan bərabər və azad olduğu təsdiqləndi. Həm də bu bəyannamə ilə qlobal miqyasda standartlar müəyyənləşdi. Ancaq hansı standartlar, hansı prinsiplər müəyyənləşsə də təməlində sözsüz ki, bir reallıq, bir fakt vardı. Qanunun aliliyi və effektivliyi. Növbəti buraxılışımızda başqa bir mövzu ilə görüşənə qədər deyirik. Sağ olun, sağlıqla qalın.